Salam, axşamınız xeyir olsun. İşte bilirsiniz mən yoldaşlar. Salam. Ben. Gördük, çox vaxt gedir, dedik digərlərini gözləməyək. Bugün dashboardları təqdim eləməli idiniz. Son yadımda qaldığı qədərilə. Kimdən başlayaq? Yes, Azədə, please. Bir dakika. Ters koyayım. Oy. Ne diyorum da? Ignore. 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 Şu. Yes. Deməli. Mənim necə təqdim eləyək? Belə okeydir. Yəni çox danışmaq, yəni necə? Eydi, amma necə çıxartmısınız onlardan da, yəni bir workspace plana görə. Görə datamız o sizin göndərdiyiniz işə qəbul üzrə olan dataydı. Deməli nə etdim? Time to fill, time to hire bunları çıxartmışam. Sonra ortalamanı tapdım bunlarla. Sonra uğurlu performer bunu tapdım. Bir də success ratio-nu tapmışam. Digər amma o demoqrafik nisbətləri pivotla elədim mən. Tamam. Yəni belə bu da dashboardda da bu formada yerləşdirdim. Dashboardda baxaq. Onunla işə qəbul üzrə hesabat, müraciət sayı, vakansiyanın doldurma müddəti, işə qəbul müddəti, uğurlu performer, uğurluluq əmsalı, uğurluluq yoxsa uğursuzluq əmsalı olub bu 18%. 100-dən çıxmalıydıq, yes. Bəli. Neçə yəni workplace-ə gəl, zəhmət olmaz. Ayda. Belə də yəqin ki. Yes, ya 1 yaz ya 100%. Okay. Super. Məncə burada dəyişəcək. Dinamikdir, əla. Buradan ancaq referans verim səndə, doğrudur, bərabərdir və hardan götürürəm? Bəli. Əla. Bir də chartları da ki, belə. İşə qəbul kanalının işə qəbul platforması, LinkedIn, işə götürən. Buna özüm əlavə elədim ki, prosta boşluq yaranmışdı da. Əlavə elədim. Əslində yox idi siz göndərdiyiniz datada bu. Tamam. İndi azda biraz özümüzü challenge eləsək, işə qəbul kanalları effektivliyi deyəndə biz hansı şeydən istifadə edərdik metrikdən? Bir dəqiqə. Beynim dondu. Bir dənə ratio var idi, hansı ki bizim nə qədər müraciət gəlib və bunlardan nə qədəri mənim işimə yarayır? Bildim, amma unuttum. Yield ratio yadında, applicant yield ratio. Bu müraciətçi nisbəti. Bəli, bildim. Xatırladım. Onu buradan işə qəbul mənbəsi yaza bilərik. Tutaq ki, indi hal-hazırda başlığım var. Sadəcə belə deyim də o bir komment vermək xatirinə komment verirəm də. Çünki demək olar ki, bütün normativlərə əməl eləmirsən də, hər hansı bir şey yoxdur. İşə qəbul mənbələri yaza bilərik, amma effektivliyin artıq istəsək, o zaman o yield ratio-dan istifadə etsək daha doğru nəticə almış olaraq. Orada necə olacaq bilsən, faizlərlə verəcəksən artıq. Kanallarını da silək. Super. İşə qəbul mənbələri də olar yəqin ki. Tamam, əla. Vəzifə kateqoriyasına görə fəhlə, mütəxəssis, rəhbər, departament üzrə müraciət sayı, bunlar qaliba şöbələrdir, yaş aralığı bölgüsü, okey. Bunlar işə qəbul olanlardır, yoxsa müraciətçilərdir? Müraciətçilər. Müraciətçilər üzrə burada əlavə eləmək olardı. Müraciət üzrə yaş aralığı bölgüsü o da olardı. Okey, tamam. Bir acı aşağı gələk, zəhmət olmaz. Bir də bunu eləmişdiniz o formada. 2024-cü il. Bunu adətən belə yazırlar. Okey, 24-cü il indi biz başa düşürük, sadəcə biraz daha belə.
Profa qatsaq əgər 010124 010125 Bir. Çatdı. elə intervallarla veririk. Hesabat mənbəyinə 1S ERP. Okay, super. Ə, bir şey tutmuşam ağlımda. Sadəcə yoldaşlardan maraqlıdır. Yoldaşlar fikriniz nədir? Hansı kommenti vermək istəyirsiniz? Nə üçün komment verməyəcək ki, azı da onlara bulaşmasın? Nə məsələn? Rəng ola bilər. Rəng ola bilər indi, amma Azərbaycanın hansı şirkət üçün götürdüyünü bilmirik də, ixtiyaridir. Okay, rəng məncə də biraz daha şey rənglər ola bilərdi. Necə bir rəng? Könül açan rənglər. Nəsə tünd rəng sevirəm belə hesabatda, dashboardda bilmirəm niyə. Əslində belə deyim də minimal rəngdən istifadə və yaxud da biz demişdik də çox parlaq olmayan rənglər və s. Bunlar arzulanan da əslində odur. Amma şeydə işte bir də vizual olmalı axı. Nə demişdik? Yeməyə hazırlayırıq. Bir də bunun görüntüsü önəmlidir də. Necə sunuruq şeyə, müştəriyə. Bir dənə də amma orada daha vacib bir nüans var ya, yəni. Axşamınız xeyir müəllim. Evet. Mənə elə gəlir ki, orada işə qəbul üzrə hesabatı mərkəzləşdirsəydi daha gözəl. Mənə rənglər problem deyildi, rənglər belə xoş gəldi. Sadəcə işə Tamam. qəbul üzrə hesabat mərkəzləşsə. Okay. Aslında bir dənə sırf belə deyim də indi onsuz da kommentlər yalnızca Azərbaycan üzərindən verilmir də yoldaşlar, yəni hamımız. Buyurun. Göstəriciləri olmalıdır. Necə Gülay? Nə göstərici? Faizlə verilməli idi rəqəmlər yoxsa necə? Ola bilərdi, düzdür. Burada çox söhbətlənir deyənə çox bir şey yoxdur. Bax bu bir dənə çox belə şeydir. Deyəsiniz ki, çox perfeksionizmə qaçıram, amma məsələn işə qəbul üzrə hesabat var idi. Onun sağ və sol sərhədlərin hesabatının sağ və sol sərhədləri ilə bərabər elə zəhmət olmasa. Qırağında o şeylər var ya. Bunu Bəs sol. Onu məsələn belə edim, uzadım yönündə. Olar, fərqi yoxdur. Yəni bir azimut qoydu özünə. İndi bunu sentr elə daha tam mərkəzli olur da, yəni. Super, okey. Çox xırda bir məqam var əslində. Hansıdır? Hətta biraz daha şey deyim, bu yuxarıda müraciətçi sayı, vakansiyanın doldurma müddəti və s. verilək. Bax, həmin hissə ilə bağlı. İşə qəbul olunan əməkdaşların sayı verilməyib yoxsa? Nə? İşə qəbul edilən əməkdaşların sayı verilməyib yoxsa necə? Görüntü ilə bağlıdır, məsələ yoxsa? Yox, bax, aydınlıq. Üçüncü tərəf baxanda burada sual yaratmalı deyil. Biz nə demişdik, yadınızdadır? Biraz kobud ifadədə olsa, deyirik ki, hesabatı hazırlayanda o sanki şeyə geri zekalıya anlatırmış kimi hazırlayırıq da. Məqsəd nə olur? Yəni adamın sualı qalmasın. Burada gün vəfkə olmalı. Bilmirəm. Yes. O olmalıdır, hə? Bildim. Bir dəqiqə mən onu eləyirəm. Normalda tutalım. Belə bir şey eləyirəm normalda. Belə, məsəl üçün. Eynən. Bax, işə qəbul müddəti, vakansiyanın dolma müddəti və s. İndi biz HR olaraq bilirik ki, hər halda bu gün olar da, düzdür? Amma bizim icraçı direktorumuz bilməyə bilər. Yəni bunu saat olaraq da baxa bilər, yəni. Tamam mı? Oy, faiz getdi. Niyə beynirsən də onu? Bundan eləyək. Olacaq belə. Olmadı. Axı round nə qədər round eləmək istəyirsən? Onu da göstər də. Neçə digit? 2 dənə eləyək. 2 dənə eləyək. Və ya o birisində 1 eləmsənsə, bunda da 1 elə. Bax da. Orada bir niyə oldu? Çünki 90 idi orada. Ona görə 2 dənə eləmədim. Hə, okey. Tamam. Mantıqlı. Okey, super. Super. Uğurlu performer 72-73. Uğurluq əmsalı 81-82. Müraciətçi sayı nəfərləri verməyə də bilərik. Bu tamamilə şeydən asılıdır da. Verəcəyimiz adamın IQ level'ından. Bir də xahiş
Boltdan istifadə edirik şeydə. Məsələn, cins bölgüsü, işə qəbul mənbələri və s. ki var. Oradan istifadə etsək tam belə ana hissələrimiz onlardır da prinsipcə. Aydın. Onları almış oluruq. Cari halda buna yəni bu hesabata işte dediyimiz kimi də rənglər və sair nüanslar və ya da ekstra metriklər olsaydı yaxşı olardı-dan başqa hər hansı bir komment gələ bilməz. Tamam. Əla. Maşallah. Əllərinə, zehninə sağlıq. Çox sağ ol. Çox sağ ol. Sıradakı qurbanımız. İsmihan salam. Salam. Necəsiz? Əlasını gətir. Yaxşıyam, çox sağ olun. Mən sırası deyirəm ki, mən hazır deyiləm. Mənim heç vaxtım olmadı. Ancaq 6-cı gün eləyib yerləşdirə bilərəm. Nayda xanım, bizim bir məşhur sualımız var idi. Onu verək. Verin, hansı oldu? Şaşırdıq mı? Şaşırmadıq. Okey, tamam. İnşallah həftə sonu göndərək. İnşallah. Amma sizin yerinizə bu dəqiqə təqdimat eləmək üçün gözləyən Gülay var, Günel var və Dəyanət müəllim var. Müəllim, mən eləyə bilərəm. Sadəcə biraz çox mükəmməl bir şəkildə düzəltməmişəm. Uşaq xəstə idi, biraz başım ona qarışıb. İndi Əməl olması üçün zaten yığışmışıq ki, hərə bir yəni tələsi düzəltmişəm düzün deyim, nə bilim. Gerek. Baxa bilərik. Bir dəqiqə mənim. Olmadı. Niyə fərqi görmürük? Yəni mənim bir dəqiqə şeir eləmək istəyirəm, nəsə basılmış. Bir dəqiqə tezdən. Kanslarik. Şeir. Burada mənim entire screen edirəm, düzdürmü? Yes. Görəm şeir niyə? Bir dəqiqə. Okay. Əla, gördüm. Görsənir mənim ekran? Yes. Tamam. Burada o işçilər haqqında məlumatı əsasən yığmışam. Mən nəyi götürdüm? Bir ümumi işçi sayından kişi qadına uyğun belə bir nisbətdə deyirəm də bir yaxşı düzəldə bilmədim düzü. Tamam, boş ver, yəni bu onsuz da Sıra neynədir müəllim? Müəssisədə olan, yəni bizim müəssisədə o işçilərin işə çıxma girməsinə əsasən bürüqdə sizə göstərim. Yəni bu da təbii ki şəkildədir. İşçilərin işə girmə çıxmasına buradan düstur qoyaraqdan hesablayıb bizdə olan işçilərin 5 ilədək 5 il bu bizə həm məzuniyyətdə kömək eləyə bilər, həm də ümumiyyətlə işçilərin bizdə qalma necə müddətdir bizdə. Necə müəllim? Stajlardır mı bunlar? 5 ilədək 5 il. Bəli, müəllim. Ancaq bizim müəssisədəki stajlardır. Yəni digər müəssisələr təbii ki üzərinə gəlir də. Sadəcə bizim müəssisədə nə qədər işçi qalıb. Bu həm bizə göstərir ki, bizə işçilərin bağlılığını, yəni nə qədər işçi bizlə hələ də davam edir, neçə ildir bizlə işləyirik, onu götürmək üçün hardasa kömək edir. Ümumiyyətlə bizdə həm də əmək məzuniyyətindən nəzərə almaq olar. Sonra orta yaşı təbii ki, keçən dəfə götürdüyümüz kimi aralıqla götürdüm. Bir də orta əmək haqqı məbləğini götürdüm, amma vəzifə 1 orta əmək haqqı məbləğini götürdüm, ümumiyyətlə average götürdüm. Bir də şey olaraqdan vəzifə kateqoriyaları üzrə mütəxəssis, rəhbər və fəhlə arasındakı orta əmək haqqı var idi bizdə nisbətlərə nəzarət eləmək üçün. Nisbətimizi görmək üçün. Tamam. Okey. Başlayaq bombalamağa, Günel. Buyurun. Deməli... Yetər qədər münbit bir şərait var mənim, buyurun. Burada nə var? Nəyi belə daha çox dərhal diqqətimizi cəlb edir? Məsələn, iş stajı nisbətində nəyi dəyişdirmək istəyərdin? Nəyi artıq və ya əski hesab edirsən, özün desən? İş stajında rənglərlə bağlıdırsa, artan şeydə o cür göstərmək daha yaxşı olardı müəllim. Gradient versəydik daha az yorucu olardı. Bilən də bir şey var idi. Həmçinin bir də faizlə göstərsək məncə daha yaxşı olardı. Kənar oxdakı rəqəmlərə məncə ehtiyac yox idi. Çünki şeyin üstündə rəqəmlər var.
Düzdür, bax bu deyirəm mən yetər qədər Diaqramı. eləyə bilmədim, faiz göstərə bilmədim. Məndən olsaydı mən faizlə verərdim iş stajı Olsun. nisbəti. Bu arada Yox, orada bar chartın aşağısında o 5 ilə dək və s. bu konkret bölünsəydi oxumanın daha rahat olardı məncə. okey. Düzdür, düzdür. Əla. Bax, iki dənə xırda dəyişiklik eləyək. Bayağı bir fərq eləyəcək. Bir şey eləyək, Azərbaycan dediyini eləyək, bir dənə də Gülayın dediyini eləyək. Bunu götürək, düzdür müəllim? Hə, üzərinə vur, sil, boş ver. Hə, okey. Onu da Tamam, aşağı- düzdür. Süper. Aha. Bir də şey- bunu aşağıda deyildi, düzdürmü? Hı -hı. Buradan. Yox. Yo, bu deyil, bu deyil, bir dəqiqə. Bunu sadəcə aşağıya gətirəcəm. Bir dəqiqə. Yox. Nəyi müəllim, nəyi deyildi? Bunun datası ilə bağlıdır. Bir dənə datasını aça bilərsiniz şey. Hə, datasını burada müəllim. Ümumi data bazanı yoxsa müəllim mən Hardan çəkir o? buradan. Okey. Bir dənə bunu birinci bu belə deyim, iki cür analitik var. Biri Aha. şeydir, workspace-imi elə işləyim ki, məndən sonra işləyənlərə də aydın olsun. Müəllim bunu heç komment belə eləməyə müsait bir vəziyyətdə deyil. Deyirəm işdə yarısını qaça-qaç eləmişəm, yarısını bir tərəfdən Zoom-a qoşulmuşam, bir tərəfdən orada tamamlamağa çalışırdım. Yəni deyim Yox, belə təqdim eşitmədim. olunmamalıdır, yəni konkret. İkinci tipi eşitmədim. Birinci Birincisi şeydir də, yəni mən elə işləyim ki, məndən sonrakılar da istifadə eləsin. İkinci tip də şeydir. Məndən sonrakıların canı cəhənnəmə tipidir. bu ikisine de uygundu müəllim. Okey. Tamam, heç buralara takılmaya. Məncə takılmıyorum çünki biabırçı bir vəziyyətdə burada heç özüm belə baxanda anlaya bilmirəm. Sıxıntı yoxdur. Zaten bax, bunun fərqində olmağım belə, yəni şey anlamında daha mükəmməl ola bilərdi. Bu o deməkdir ki, düz yoldayıq. Yəni bir şeylərdə fərq yaradır. Dashboardla gələr. Orada burada yoldaşlar kim dəstək olmaq istəyir bu sağda olan subjektlərin qrafikin altına yerləşdirilməsində? Bunu deyirsiniz də mənim düzdürmü? Ümumi o mənbəyi dəyişilə bilər. Ola bilər ki, o 5-10 kimi hissələr seçilməyib, ona görə düşməyib o. Ən böyük problem onda olur. Datanın source-unda hardan ki biz şey eləyirik, çəkirik. Orada belə deyim də, Excel çox zəki bir proqramdır, amma insandan daha zəki deyil də. Nüans odur ki, o deyir ki, mənə bir table ver. Mən konkret görüm nə nəyin altındadır, nə nəyi ifadə edir. Okeymi? Ona görə məsələn atanda məsəl üçün işte staj və bu tərəfdə atref nə bilim nəfər. Tamam mı? Və ondan datada eyni şeyin altına çəkirik və ya qrafiki dizaynda da fərqləndirmək olar. Yəni üzərinə vuran bunun üzərinə sağ tərəfdən şey açılsın da, label sheet açılsın. İki dəfə görün. Okey. Amma ancaq birinin üzərinə yox da, belə toplu. Hə, o bir şey. Deydim mən. Okey. Niyə belə açıldı bu? Plot, okey, olsun. Plot area'da orada mı olmalıydı? Uzun demək ki, şey başladı. 4. Bu tek geçtim benim. Bir dənə şeyin, o 5 ilədək falan məsələsinin üzərinə vur, zəhmət olmasın. Okey. Dəyişmək üçün deyirsiniz. Necə? Deyirsiniz əməlim buraya girməyə. Dəyişmək üçün deyirsiniz. Bax, əslində buna gətirirdim. Bax, bu botoma vurun, zəhmət olmasın. Legend option, yes. Bəli. Tamam. Bunu bildirmək istədik. Gülayın da məncə. Gülay, kommentin bu istiqamətdə idi, doğru? Ki bunlar yuxarıda hansı ki select datanın həmin hissənin seçilməyini nəzərdə tutdum ki, avtomatik olaraq düşdü. Təbii, 100%. Yəni o data source-da biz o cədvəl formatında ifadə eləmədikcə belə olacaq. Prosta bu şeydir də. Bu biraz belə Türkiyə çarə versiyasıdır. Şey var. Bunu istəyəndə burdan ki workplace-dən ki bunu götürüb datanı burdan.
Buradan, yəni burada gəlib məlumatlar veriləndə belə altda verilmişdi. Sadəcə dedim qoy yanda yığın bunları. Xoşuma gəlmədi düzü oturmağa. Tam yəni istənilən məlumat alınmırdı. Tamam, bu ölçü ilə bağlı ola bilər Günel. Bəli. Amma belə deyim də işimizi görürmü? Hə, görür. İşte daha yaxşı ola bilər və s. Bunu təbii ki, daha yaxşısını edə bilərsən, ona əminik. Yəni. Bəli, bəli, mənim 100%. Sonra sağ tərəfə gələk. Bir dənə bu vəzifə kateqoriyası hissəsinə. Buranı özün 2 dənə müdaxilə eləyəsən dərhal. 2 dənə silinməli hissə var. Birinci buradır. Düzdür, mənim şey silim yenə buradan. Silin və şeyə əlavə eləyin də, üzərinə əlavə eləyin qrafikin. Data label-a gəlin, please. Elə orada. Aha. Bu vəziyyətdə göstərsin, mən bunu silməyim. Ya içində yer yoxdursa, hə. Və bu aşağıdakı məsələ ki var, mütəxəssis fəhlə rəhbər. Bunu Bəli. maliyyə datalarında tez-tez görə bilərik, yəni o cədvəl formatına verməkdə. Amma biraz dashboardun havasına uyğun gəlmir də. Dashboard deyir ki, yəni mən sadəcə infografika ilə verəcəm, yəni şeylə yox, cədvəllə falan heç nə təsəvvür eləməyəcəm. Tamam mı? Sadəcə istədiyim kimi müəllim onu sala bilmədim ora məlumatı. Dedim, eyb yox, necə qoy belə atım altdakı. Mən istədiyim rəqəmləri göstərə bilim orada. Ölçü ilə bağlı məsələ ola bilər. Onda da tutaq ki, 2 dənə qrafiki alt-alta verə bilərdin. 4 dənə sənə yox. Yığmaq lazımdır, ona söz yox. Bir dənə müəllim burada bilmirəm, yanaşma nə dərəcədə, iş stajı nisbəti çıxartmaq nə dərəcədə doğrudur. Ya bilim, vəzifə kateqoriyası üzrə. Sadəcə keçən dəfə sizin elədiyinizi təkrar eləmək istəmədim. Ona görə çıxarda biləcəyim başqa bir nəsə varsa, ona uyğun çıxartmağa çalışdım düzü. Başa düşdüm. Mən sizə ya da əslində real datalar olsa çox daha möhtəşəm olar. Siz hazırda işləyirdiniz də, düzü? Bəli, bəli. Real datalardan çıxarsa çox daha yaxşı olardı da. Yəni oradan özünüz bilirsiniz nə ilə asılıdır da. Bəli. Yəni nümunə bir data, bir şeylər hazırlamaq üçün. Amma realın dadını heç nə vermir də. Həm də sonuçta bir işinizə yaramış olur, təqdim eləmiş olursunuz rəhbərinizə. Yəni ki, belə bir dashboard yığmışam, baxın münasibət bildirin deyə. Amma belə eləyirik. Bir dənə də başqa bir əsas gözə batan bir şey də var. Ölçülərlə bağlı. Qrafikləri. Yes. Onu da bir dənə əl gəzdiririk, amma az öncə Naidə xanımın aldığı zamana uyğun hamımıza bir zaman tanımış olaq. Aydın məsələdir ki, zaman qısa idi və kiminsə başqa işlər ola bilərdi. İnşallah 6-cı gün 23:59-a qədər bunun update olmuş versiyasını yükləyək. Olarmı? Yaxşı müəllim, yaxşı. Eləyəcəm. Və Azadə və təqdim etməyən digər yoldaşlar hamınızdan da eyni həssasiyyəti xahiş edirəm. Tamam. Çox sağ ol, əllərinə sağlıq, minnətdaram. Sıradakı qurbanımız. İstifan bəy, mən təqdim edə bilərəm. Sadəcə orada 2 data vermişdinizsə, əsasən işə qəbul və ümumi. İşə qəbulu çatdırıb bitirə bilmədim. Belə hesablamalarını və sair yenidən etdim. Sadəcə o demoqrafik olanı hazır edə bilmişəm. Olsun, baxaq. Ekran görünür. Görünür. Bu ümumi apardığım hesablamalardır. Super. Bu məndən sonrakılar da istifadə eləsin yanaşmasıdır. Burada da data işə qəbul, hansı ki dedim, hazır etmişəm, amma dashboardu qura bilməmişəm. Sonra bu ümumi sadə bir dashboard alındı. Yəni istədiyim kimi hazırlaya bilmədim. Ola bilər ki, rəng və s. digər uyumda problem olsun. Okay. Bir dənə təqdim edə bilərsiniz, zəhmət olmasa indi. Ümumi qadın-kişi nisbətini həm faiz, həm rəqəmlə ifadə etmişəm. Bu cari işçi sayını 273, amma 9 nəfər işdən ayrılıb. Faktiki işçi sayını amma 273-dür. Orta yaşı 45 yaşdır. Əmək haqqını göstərmişəm, həmçinin işləmə müddətini.
Hər HR-a düşən işçi 55 nəfərdən ibarətdir. İşçi bağlılığı əmsalı təxminən 99%-dir. İşçi axını turnover rate təxminən 4%-dir. Təqaüd riski də 10%-dir. Təqaüd yaşının dəyərləndirilməsi üçün müxtəlif şöbələrdə belə bir qrafik üzərində göstərməyə çalışmışam və departamentlər üzrə orta əmək haqqını göstərmişəm, bir də işçi sayını. Demək olar tamamilə demoqrafik bir dashboard olub, hər hansısa bir az metrikdən istifadə edə bilmişəm. Tamam, əla. Amma yəni kifayət qədər yuxarıda metriklər var, super. Burada neynəsəydin daha gözəl. Departamentə görə işçi sayı məsələsi var. Bəli. Orada məsəl üçün özün nə komment verərsən bununla bağlı? Faizlə bağlı deyirsiniz, yoxsa? Kolon chartı istifadə ediriksə, doğru. Burada daha çox müqayisə edirik. data olur. Yəni bir number formatında data olur da, not percentage. Bəli. İfadə edə bildinmi? Onda ay sağ ol, supersən. Bax bunda okey. Zaten bir faizin bir əhəmiyyəti qalmır. Sadəcə nəyi göstərmiş oluruq? Logistika departamenti hardadır, HR hardadır? Sanki bunu vurğulamış oluruq. Zaten bax bu kişi qadın məsələsi ki, faiz və rəqəmlə göstərmək super. Burada chartda işimizə yarayır. Yəni vizual olaraq kifayət qədər diqqəti cəlb eləyir. Bu işimizi görür. O tərəfdə amma şeydə bir qədər suyu bulandırır kolumda. Onu da düzəltdik və sual yaradan məqam qalmadı. Burada da mən olsaydım, baxmayaraq ki, çox barizdir, amma eyniliyi qorumaq üçün bu cins üzrə bölgü var idi. Bəli. Orada bir şey yazaram, subject yazaram. Chartın adı nədir? Yəni onu yazaram. Cins bölgüsü və s. belə bir şey yaza bilərik. Kompüter dondu. Əla. Belə bir şey deyilsin. Tamamdır, super. Bir dənə də mən ola bilsin ki, ötən dəfə bunu bildirməmişəm sizə arkadaşlar. Başqa bir nüans nədir? Fikir verirsiniz, biz deyirik ki, qrafiklər eyni belə deyim də, ölçüdə olsun, işte bir yuxarısı, aşağısı və s. və ilaxır. Bunlar kəsişsin bir-birindən. O şey var, departamentə görə işçi sayı. Bəli. Onu bir qədər aşağıya doğru böyüdə bilərsiniz. Əlasın. Super. Denk gətirmək istədiyimiz yerdə artıq belə bir şey azimut götürdük. Tutaq ki, pay chartı azimut götürdük və hamısını ona uyğun etməyə çalışdıq. Orta əmək haqqı tamam. Bunu bar chartla vermişik. Departament üzrə yaş aralıqları bunlarda qradientlə vermişik və super alınıb. Bunu başqa hansısa chartla vermək olardımı deyə düşünürəm. Bunu? Hə. Bunu bir sən nədən istifadə edirsən? Narahat etdi əslində qalsa. Sadəcə bilmədim nə ilə təsvir edə bilərəm. Okey. Burada da yaxşı bir məsələ var. Nüans nədir bilirsən? Bizdə yaş aralıqlarının 4-dür. Amma departamentlərin sayı neçədir? 5-dir. Hə. Sadəcə HR-da ancaq 35 yaşa qədər əməkdaş var. Ona görə burada düşməyib. Ancaq burada deyim, cəmi 3 sənə var yaş aralığımız. Amma 5 dənə var departament. Bu departamentlərin sayı çox da ola bilərdi, doğrudur. O zaman biz bunun tam əksinəsini də tətbiq eləyə bilərik. Necə əksinəsini? Yəni departamentləri verib şəkildə vermişdim əslində qalsa. Sadəcə biraz səliqəsiz göründü işçi sayına görə. Ona görə çevirdim. Yəni bu reallıqdır da, eləyə biləcəyimiz bir şey qalmayıb. Burada da bir dənə taktik deyim. İşinizə yarayar bəlkə. Bu insan resursları departamentində 35 yaşadək olduğu üçün əksəriyyəti. O digərləri 0 verib də. Manual olaraq siz nə edirsiniz? 0.1, 0.1 əlavə edirsiniz. Necə əlavə edirəm? Data hissəsinə baxın bunu.
Bir dəqiqə. Aşağı. Burada, bəli. Aha. Sıfırın yerinə 0.1 yazın zəhmət olmasa. Və yana doğru da sürüşdürün. Niyyətimi tuta bildiniz, nə etmək istədim? Bəli. Onda onu kopyalayın, o bir tərəfə. Bu tərəfə də gətirim deyirsiniz. İndi Aha. bax, indi bax. Aha, başa düşdüm. Yəni onu 0 kimi göstərmək üçün hər ikisini Sıfır düz nöqtəsini göstərmiş oluruq da, yəni ki, bu 5-dir, bunlar şeydir və bu sonuncu məsələ yaxşı məsələdir. Mən bunu şey deyərdim. Daha ayrıcı olaraq belə deyim də altında daha uzun versiya da verərdim. Ya da bir dənə versiya var. Biraz chartı dəyişək. Bir dənə burada. chart tayplara gəlin zəhmət olmasa. Aha. Sol. Bax o üst-üstə yığılanlar var. Bu. Hı. Bunu seçmələr, seçiləni. Aha, və ya yəni sağdakını seçə bilərsiniz, fərqi yoxdur. Onu seçin birini. Okeymi? Bunların üzərində indi rəqəmləri də assanız artıq biz şeyləri görmüş olacağıq, neçə nəfər var deyə. Çox səliqəsiz olur belə. Yəni, Bu kiçik olduğu üçün. ölçüsünə görə olur, amma Bəli. yəni nə demək istədiyim əsas odur ki, belə tutulsa Bəli, başa düşdüm. tamamdır, əla. Bu daha ideala yaxın bir şey olmuş olur. Yenə idealı özünüz bilirsiniz və özünüz eləyəcəksiniz inşallah şənbə günü daxil olmaqla. Tarix today vermisiniz. Buna yenilənmə tarixi deyə bilərik. Hesabat dövrü cari yenilənən, okey. Hesabat mənbəyi year departamenti. Tamamdır. Əladır. Başqa Sadəcə komment. bir sualım olacaqdı İsmahan bəy. Burada, yəni diqqət edirsinizsə məndə çoxdur da bu hissələr kiçik-kiçik. Bu yəni düzgündür bunu bu şəkildə yazmam, yoxsa düzgün deyil? Normalda dashboard başlığında əgər məsələ demoqrafik nüansları verirsinizsə, məsələn, altdaşların hamısı demoqrafik nisbətlərdir. Okay? Burada işte işçi bağlılığı əmsalı, işçi axını əmsalı, təqaüd riski və s. bunu vermək çox təhlükəlidir. Niyə? Çünki biz bu nədir? Bu deskriptiv hesabatdır, yoxsa yəni bu təsviri hesabatdır, yoxsa analitik hesabatdır. Bunu qarışdırmış oluruq. Okeymi? Yəni burada bir şey olmalıdır, bir çizgimiz olmalıdır. Deyirsə bu təsviri hesabatdır. O zaman burada sadəcə demoqrafik və yaxud da olmuş bir məlumatların, historik bir dataların təsviri olmalıdır. Aynen. Yəni işçi axını məsələn burada tam niyə oturmur? Çünki başqa heç yerdə ona aid bir şey yoxdur da. Yəni bu yalnız qalıb burada. Və təqaüd riski. Amma desəydiniz ki, gəl bunu struktur bölmələr üzrə şey verin, işçi axını verin. Okey. Bu işləyərdi. Tamam. Amma Niyə? təqaüd riski üçün bunu, yəni bunu təqaüd riski üçün qurmuşdum. Yəni bu düzgün deyil, yoxsa necə? Yox, yəni yanlış da deyil və yaxud da işçi axınından nümunə göstərdi. Məsələn, işçi axını siz o formada bölsəydik departamentlər üzrə, okey, bu ingiliscə demişəm make sense da, yəni Aydın. bir şey Biraz yaratdı. detallı bir şey olmalıdır, başa düşdüm, belə başa düşdüm. yəni. Bir-birindən əlaqəli bildiniz, yəni bəzən şeydə, nə bilim, hekayə falan oxuyanda oxuyuruq, mütaliə eləyəndə yeni bir qəhrəman daxil olur, tam tuta bilmirik ki, bunun nə işi var idi da burada, yəni belə aradan səhifələr falan qaçırdanda. Bu deskriptiv hesabatla analitik hesabatı qarışdıranda oxuyucuda elə bir şey təəssürat yaradırıq, yəni. Bunu bildim də bunu nə kimi istifadə eləyəcəm? Tamam, belə qaldı sanki havada. Əgər bunlarla bağlı, yəni detallı bir hər hansısa bir chartda məlumat qeyd etsəydim, bunların çoxluğu üçün hər hansısa bir problem yaranmayacaqdı, düzdür, yoxsa necə? Siz nə edəcəydiniz? Deskriptivləri yenə ayrıca verəcəydiniz yuxarıda. Bəli. 4 dənə, 5 dənəsini verdiniz də. Sonra Bu gedəcəkdi bu qrafiklər, sonra ikinci səhifə gedəcəkdi. Yəni ikinci bunun altından yenə ona oxşar bir dənə şey hazırlamış olacaqdınız. Aydın, başa düşdüm. Çox sağ olun. Siz sağ olun. Əllərinə sağlıq, əlaydı. Əhməd bəy, gözlərimiz sizdə. Sıra mənə gəldi deyəsən. Bəli. Mən sizin etdiyiniz kimi etmişəm. Yəni paylaşım. Mhm. Göründü.
Yox hələ kimi. Hə, göründü. Görünür. Bəli, bəli, bəli. Bu tanış gəldi deməli. Hə, bu forması belə format etmişəm. Siz keçən dəfə etdiyiniz kimi. Əlavələr etmək istədim. Gördüm nəsə belə dizayn olaraq yaxşı görünməyəcək. Lənət bəy, sizin əlinizdə real datalar var? Yəni hər hansı bir real? Yox. Okey. Tamam. Bunu hayd eləyin, o mane olmasın sizə. Bir dənə workspace tərəfinizə baxa bilərəm, please. Görün, burada nə işlər görmüşük. Onların belə düstur hissələrinə nəzər yetirək deməli. Bu average. Okey. İflər, sum iflər yerindədir. County. Normalımız yerində, birimiz yerində. Okey. Bu biraz kəndimlə çelişkiyə girmiş olacağım. Bura bir komment versəm, deyəsiniz ki, özün eləmirsən də İsmi xan, yəni. Nə artist eləyirsən. Bir dashboarda bir dənə baxaq. Yine bir çirkəfcəsinə bir şey tapaq da. Yox, tapın. Cins bölgüsü, yaş aralığı, təhsil. Sadəcə eləmərəm, yəni bu qədər çox pie chart istifadə eləmərəm. Tamam mı? Pie chart genelde dediğimiz kimi də burada alternativ olmalı deyil də. Məsələ, təhsil deyirik, ali, orta və orta ixtisas. Yes. Sabah, məsələn, subbakalavr biri də gələ bilər. Bütün dengələri pozacaq artıq o. Ehtiyac yoxdur. Column chartdan olsa, yox, ehtiyac deyil. Başqa chartdan olsa, yəni verə bilərik və ya bunu veririksə belə, məsələn, burada faizləri oxumaq daha rahat olmur. Məsələn, az öncə Gülayın bir taktiği var idi. Həm rəqəmi vermişdi, həm də yanında faizini vermişdi. Bu işləyər, bu yaxşıdır. Tamam mı? Yaş araqları tamam, bu işimizi görür. Əla. Bir dənə departamentə görə orta əmək haqqına baxaq. Burada qalıb da, yetim qalıb aşağıda. Belə yaxşı görünsün deyə aşağı saldım mən. Yəni ya uzada bilərik həcm baxımından, yəni digərləri ilə paralellik olsun deyənə. Belə? Aha, kind of. Biraz da aşağıya doğru sıxın da zəhmət olmasın. Başından tutun, departamentlərə görə sözünün yanına. Okey, əla. Tamam. Bu müəyyən qədər daha belə deyim də, profesional dashboard təəssüratı yarada bilir. Aşağıda yazmışdınız yəqin ki, tarixi və cari yenilənən olmasını. Tamam. Okey. Mən gizləndi çünki böyükdür. Böyükdür. Arkadaşlar, mən sabah inşallah gün ərzində deyim, tam olaraq söz verməyim. Sizə bir dənə də data atacağım. Müxtəlif daha böyük data olacaq həcm baxımından da. Ondan artıq çıxardarsınız. Kimlərdə ki, real data yoxdur, onlar çıxarda bilər o data əsasında dashboardları və ya onu yenidən bir şey hazırlayıb yükləmək zərurətiniz yoxdur. İndikilər də okeydir. Sadəcə bu sizə kömək eləyəcək təkrar məşq eləməyə, yəni o şeyə. Bu arada bu report hazırlamaq, burada Excel biliyi işin 30-40%-dir, yəni funksiyalar və sair tərəfi də. İşin yerdə qalan 50-60%-i sadəcə biraz dizayner şeyidir, baxışıdır, yəni. Başqa bir olay yoxdur, qeyri-adi bir şey yoxdur. Yox, ola bilsin hamımızın dizaynda belə olmaq zorunda deyilik də, əfsanə olmaq zorunda deyilik. Bunda da çarəmiz qalır təkrar məşq eləməyə, yəni biz standartımızı formalaşdırmağa. Okey, müəllim, çox minnətdaram, sağ olun. Sağ olun. Bir də nə olur, onu deyim sizə. Adətən analitiklərin istifadə elədiyi çox maraqlı bir nüans var. Hər hansı spesifik, bu arada bu da şirkətdə əgər belə bir tənzimləmə yoxdursa, spesifik bir formatdan və ya bir stildən, tutaq ki, məsələ, nə eləmişdik?
yoldaşların əksəriyyətinin elədiyi kimi də ana məlumatları yuxarıdan yerləşdirmişdilər, aşağıdan qrafiklər yerləşdirmişdilər. Kimsə sırf bunun altında tutaq ki, işte Azadənin imzası var havasını vermək üçün adətən yəni analitiklər bazarında belə bir şey olur da, işin artistik tərəfi var da. Qrafiklər, yəni daha doğrusu infoqrafiklər sol tərəfdən olur, sağ tərəfi o bizim hal-hazırda yuxarıdan yerləşdirdiyimiz elementləri düzürlər və ya tam əksini edirlər. Standarta görə, standart hal-hazırda elədiklərinizdir, amma belə deyim də gələcəyə doğru daha çox belə əliniz alışdıqca fərqli formatlardan da istifadə edə bilərsiniz. Belə. Gəlin bir uyğundursa 10-15 dəqiqəlik fasilə verək. Sonra mən sizə bəzi nümunəvi analitik reportlar göstərərəm və baxaq görək adamlar nələrdən nə çıxardırlar. Fasiləyə gedək. Peki fasilə verin, sonra görüşək inşallah.
Yoldaşlar davam edək. Qayıtmısınızsa bir həyat əlaməti göstərin, əmin olum ki, buradasınız. Mənim əlim buradayıq. Əla, süpersiz. Deməli, xatirinizdə biz demişdik ki, bu yola başlayanda işte işin analitik tərəfini öyrənəcəyik, metrik tərəflərini öyrənəcəyik, daha sonra biz baxacağıq metodlarına, hansı ki haqqında bəhs elədik artıq və ilk da hesabat vermə tərəfinə. Amma demişdik ki, bu təbii olaraq HR analitika işte 14-15 dərsə sığışacaq bir şey deyil, çox daha dərindir. Bu dərinliyi sağlamanız üçün və desəz ki, karyeramı HR analitik olaraq davam etmək istəyirəm. Bunun üçün əlavə müəyyən proqramlar, əlavə müəyyən dərslər almaq zərurəti də yaranır. Hazırlaşıb bizim proqramımız HR generalist və analitikanın belə deyim də bir 5 pilləlidirsə, 3-4-cü pilləsi üçün kifayət qədər faydalıdır və siz zaten təcrübənizə tez-tez referans edəcəksiniz bu proqram çərçivəsində öyrəndiklərimizə. Amma bir də var daha expert level analitika. Bunlar nədir? Şirkətlər artıq metrik analizlərdən prediction üçün, proqnoz vermək üçün istifadə edirlər. Xatirinizdə bizdə də bu analitikanın həyat yolu var idi və bunlardan ən aliləri artıq başlayırdı proqnoz vermək istiqamətində. Yəni təsviri hesabat bir qədər daha indiyə qədər olan ənənəvi sahə idi. Analitik hesabat vermə bu daha trenddə olan, hazırda olan hesabat vermə stilidir və bunun üzərinə artıq predictable, yəni o proqnoz verici hesabat vermə bu artıq ekspert səviyyəsidir və müəssisəmiz üçün ən böyük dəyər yaradacağımız sahələrdən biri, bəlkə də elə birincisi məhz o predictable olmasıdır. Bununla da bağlı müəyyən analizlər, müəyyən alətlərimiz oldu. İşte işçi sayının planlaması ilə bağlı və ya büdcə proqnozu ilə bağlı müəyyən metriklərə baxdıq. İndi sizinlə baxmaq istədiyim digər bir məsələ işi biraz daha üst düzəyə çəkən şirkətlərin müəyyən təcrübələri ilə tanış olmaqdır. Bu bir standart deyil. Siz hal-hazırda 4-5 dənə кейsə baxacağıq bir yerdə. Bunun kimi onlarla, yüzlərlə, minlərlə keys tapa bilərsiniz internetdə. Bunlar sizin biraz vizyon deyək də, vizyon genişlənməsinə dəstək olacaq. Və siz müəyyən qədər baxacaqsınız ki, əlinizdə olan bu aləti siz başqa nələr üçün və ağla gəlməyən heç yəni nələr üçün istifadə etmək imkanınız var və bu da təbii olaraq sizin analitik ekspert olmağınızda kifayət qədər bir rol oynayan nüans olacaq. Niyə? Çünki yenə bu yola başlayanda biz demişdik, burada texniki biliklərlə yanaşı biz həm də davranış kompetensiyaları, yəni soft skillləri təkmilləşdirmiş oluruq, analitik zəkamızı təkmilləşdirmiş oluruq. Arkadaşlar, ortada bir rəqəm varsa və bu rəqəmlərin sayı çoxdursa və bunun bir tarixi keçmişi varsa, mütləq bunların arasında bir korrelyasiya var və bu korrelyasiyanı biz, o datanı qoxlamaq deyirlər buna türklər, datanı qoxlamaqla heç ağla sığmayan şeylər də çıxarda bilərik və müəssisəmizə çox milyonlu, işte müəssisənin həcmi nasıl olaraq dəyişir, qazanclar sağlaya bilərik. Biz HR olaraq genəldə deyirlər ki, HR xərc mərkəzi strukturdur. Niyə? Çünki əksəriyyətimiz sadəcə şirkətimizə xərc yaratmaqla məşğuluq. İşte təlim, işə qəbul və s. və ilaxır. Amma bəlkə də yeganə sahə planlama və analitika tərəfidir ki, təbii ki, buna təşkilati inkişaf səviyyəsində baxmaq olar. Bunlar artıq əlavə dəyər yaratmaq qabiliyyətinə malikdir. Niyə? Biz bəzi sahələrdə cost save eləyə bilərik. Yəni, xərclərə qənaət etmək üçün müəyyən analizlər eləyə bilərik. Ya da bizə potensial xərc yarada biləcək və ya bizə potensial gəlir yarada biləcək amilləri öncədən proqnozlaşdırmaq imkanına nail ola bilərik. İndi görək, bazarda adamlar nələr ediblər. Okey. Mən xatirinizdə sizə bir neçə mənbə demişdim daha öncəki görüşlərimizdə. Bunlardan biri də AI HR idi. AI HR kifayət qədər bu sahədə
yeni metriklərin paylaşıldığı və yaxud da hər hansı maraqlı biznes кейslər varsa, People Analytics, HR Analytics-lə bağlı bunların paylaşıldığı bir platformalardan biridir və burada ən çox diqqətimi cəlb edən кейslərlə belə deyim, sizi tanış edəcəm. Arkadaşlar, şirkəti tanımamaq lüksümüz ola bilər. Biz hər şirkəti tanımaq zorunda deyilik. Amma nəyə baxırıq? İşte Credit Suisse deyə bir şirkət var. Bir-iki bu nə şirkətdir? Bunu eşitməmişik. Baxırıq ki, işte bu İsveçrə bir bankıdır. Təkcə bank deyil, yəni bir maliyyə institutudur və dünyada işte özəl bankçılıq və maliyyə institutu olaraq liderlərdən biridir. Yaxşı, bu şirkətdə HR analitiklər nə ediblər, yoldaşlar? Yadınızdadır, biz churn analytics keçmişdik, churnover keçmişdik. Kimisə xatirinə qalır, churnover nə idi? İl ərzində bir vəzifə üzrə işə qəbulların sayı və sonda neçə işçi qalırsa, qalan işçini ümumi işə qəbulların sayına bölürdük. Tamam, və bu bizə nəyi verirdi? Həmin vəzifə üzrə turnover verirdi təqribən, doğrudur? Yəni, adı da biraz oxşuyurdu, churnover. Super. Bu yoldaşlar nə ediblər arkadaşlar? Bu arada bunlar bizdən belə çox ekstravagant, öndə olan bir şeylər deyirlər də, belə çox aşırı bir zəkaları var deyil. Sadəcə bir korrelasiya tutublar. Deyirlər ki, predicting who will quit deyir, yəni proqnoz ediblər ki, kimlər çıxa bilər şirkətdən. Bu arada bir də xatırlayaq, işçiləri işdə saxlamaqla biraz fərqli səpkidən baxırıq. İşçiləri işdə saxlamaqla biz hansı xərclərimizə qənaət edə bilərik yoldaşlar? HR olaraq baxsaq məsələyə. İşə qəbul xərcləri. Əla. Məsələn, təlimləndirmə xərclərimiz ola bilərmi? İşte yeni işçiyə istərsiniz adaptasiyasıyla bağlı bəli ola bilər. Okay. Birazını da mən üzərinə qoyum. Müştəri məmnuniyyəti ola bilər, müştəri itirə bilərik. Yaxşı bir işçinin çıxması digər işçilərin çıxmasına zəmin yarada bilər. Əla. Bunun paralelində sırf təlimlə bağlı baxsaq, mənə görə, yəni bir qədər Azərbaycan bazarında buna o qədər də şey baxmırlar, amma mənə görə təlim çox böyük həcmli bir investisiyadır. Və şirkət bunun qarşılığını artıqlaması ilə almalıdır. Yəni mən əgər İsmixanı bir təlimə göndərirəmsə və buna təlimləndirilməsinə tutaq ki, 1000 manatlıq bir xərc çəkirəmsə, İsmixan bu 1000 manatın qarşılığında mənə bir şeylər qatmalıdır. Tamam mı? Bunun ola bilsin, bunun geri dönüşü ROI-si, yadınızda training ROI deyə bir metrik keçmişdi. Ola bilsin monetar olaraq olsun, yəni hər hansı bir ekstra bir maddi dəyər yaratsın ya da işte performansı artsın, daha yaxşı işləməyə başlasın, mənim hansısa bir xərclərimə qənaətə gətirib çıxarsın yəni. Okay. Bu yoldaşlar da deyiblər ki, bir turnover analiz edirlər müəyyən belə deyim nümunələr üzərindən və baxırlar ki, hansı vəzifələrdən daha çox gediş var və nəyi identify edirlər? Bizim işdən çıxan insanlarımız aşağı-yuxarı necə tiplərdir? Hansı təcrübədədirlər? Hansı performans nəticələrindədirlər? Və yaxud da bizim yuxarı performanslı işçilərimiz hansı hallarda işdən çıxırlar? Bax, belə bir analiz ediblər. Düzdür, indi bunların işte çox minli şirkət olduğu üçün bu dataları çıxartmaq daha məntiqi olur. Bir də nə edirlər? This information was provided anonymously to managers so they could reduce turnover risk factors and retain their people better. Deyir ki, bu belə bir model yaradırlar ki, uzun sözün qısası, bizi tərk eləmək ehtimalı verilən şəxslər kimlərdir? Məsəl üçün, biz bir ara şirkətimizdə bunun bir simülyasiyasını eləmişdik yoldaşlar. Tutaq ki, 2 il performansı yüksək olan və bununla paralel olaraq son 3 il ərzində hər hansı bir karyera artımı olmayan şəxslərin şirkəti tərk etmə ehtimalı təqribən %70-dir. Bu %70 hardan çıxır desəz əgər, mənim 10 nəfər belə işçim varsa, son 3 ilin, 4 ilin datalarına baxıram da, bu 10 nəfərdən 7-si işdən çıxıb. Deməli, çox ciddi bir risk qrupudur. Mən artıq bilirəm ki, ötən il kimsə yüksək performans göstərdi 2024-də.
Bu adam 25-də də yüksək performans göstərməyə doğru gedir. Və bu adam son 2 il ərzində hər hansı bir vəzifə artımı verməmişik. Demək ki, nə olacaq? Bu adamın 2026-da məni tərk etmə ehtimalı çox böyük olmuş olur. Niyə? Buraxdığım xətaların fərqindəyəm. Əmək haqqısını dəstəkləmirəm, tutaq ki, fərdi inkişafını dəstəkləmirəm və ya hər hansı bir benefitlər vermirəm, vəzifə artımı vermirəm, karyer artımı vermirəm. Bütün bunların hamısını o sizin turnoverunuza və kimlərin turnoveru, bilirsiniz, high performerlərin, yuxarı performanslı işlərin turnoveruna təsir göstərən amilləri ortaya qoyuram və deyirəm ki, bax, bu hallara uyğun, bu tendensiyanı izləyən məndə bir 20 nəfər var şirkətimdə. Bu 20 nəfərə də əvvəlkilər kimi xətalar eləsəm və onlar kimi bunların karyerasına toxunuşlar eləməsəm, bunlara hər hansı bir maddi mükafatlandırma eləməsəm, bunlar da çıxıb gedəcəklər. Və nə etmiş oluram? Burada artıq reaktiv yox, yəni bir hadisə olandan sonra münasibət göstərmək yox, proaktiv davranıram. Və bunların struktur bölmə rəhbərliyinə yazıram ki, işte tutaq ki, Azadə şöbə müdürüdür, tutaq ki, Günel də oradakı bir baş mütəxəssisdir və çox üst düzey bir baş mütəxəssisdir. Azadə xanıma yazıram ki, bir HR analitik olaraq, HR strukturu və ya biznes partneri olaraq, Azadə xanım, ehtiyatlı olun, bu əməkdaşın işdən çıxma ehtimalı böyükdür. Niyə? Çünki işte bunu əsaslandıracağınız şeyləri verirsiniz. Bu tipli əməkdaşlar adətən işdən çıxırlar. Tamam mı? Bunun sonucunda o işçiyə qarşı daha həssas rəftar və yaxud da o işçinin karyerasını dəstəkləməyə və s. amillərinə onun işdə qalmasına gətirib çatmış oluruq. Bu da HR analitikadır. Və adamlar nə ediblər yoldaşlar? Belə bir analiz aparıb korrelyasiyanı müəyyən ediblər və yekunda təqribən 70 milyon dollarlıq bir ilə 70 milyon dollarlıq bir saving ediblər. Yəni xərclərə qənaət eləmiş olublar. Tamam mı? Əgər bu analiz olmasaydı və bizim kimi analitiklər bunu vaxtında ortaya çıxartmasaydılar, bu o demək ki, hər il təqribən 50, 60, 70, 80, 90 milyonluq bir xərc, ekstra bir xərc yaratmış olacaqdı müəssisəyə. Yeni işçilər axtar, ona adaptasiya dövründə, bu arada o 70 milyon işçilik amillərdən biri də adaptasiya dövründə o 3, 4, 5 aylıq dövrəndə verdiyimiz maaşlar da aiddir. Çünki adam tam performans göstərə bilmir həmin vaxtda. Bu bir, belə deyim, analitik кейslərdən biri idi. Olduqca da effektiv nəticə vermiş, yəni monetar olaraq effektiv nəticə vermiş кейslərdən biri idi. Başqa bir кейsə baxaq. Görək. Okey. Bu da artıq işin biznesə təsirini göstərən bir nüansdır. Deməli, yoldaşlar, işçi bağlılığında yenə bir şirkət belə bir araşdırma edir. ABŞ-da böyük şirkətlərdən biridir və bu yoldaşlar baxırlar ki, mənim işçi bağlılığımla, yəni əməkdaşlarımın məni tərk etməməsi, mənim haqqımda yüksək fikirlərdə olması ilə mənim financial performans, yəni maliyyə performansım arasında hər hansı bir bağlılıq var. Bir qədər absurd da olsa, belə bir şey deyirdi o vaxt. Mən Veysoğlu şirkətlər qrupunda işləyəndə, o vaxt Arazın payrollunda işləyən bir yoldaş var idi. Zarafatcan deyirdi, amma əslində bir həqiqətdə var idi. Deyirdim ki, Orxan, sən əsəbləşmə, sən əsəbləşəndə bizim satışlarımız aşağı düşür. Deyir ki, İsmail xan, abartmadan nə əlaqəsi? Deyirəm ki, bax, sən əsəbləşirsən, istərsəniz mudun yoxdur və bir işçi gəlir səndən, tutaq ki, hər hansı bir filialda olan gəlir və ya zəng edir ki, mənim maaş asılmamı ver, tam olaraq nəsə bir əskik görsənir. Sən də ondan biraz kobud danışırsan. O da səndən bu negativi alır, iş vaxtıdır da, bir müştəri yaxınlaşır, bir şey soruşur, istərsəniz bu negativi müştəriyə ötürür. Və müştəri də nə edir? Deyir ki, bu nə münasibətdə göstərsin, bu nə xidmətdir və qeyri-məmnun tərk edir həmin belə deyim, filialı. Birbaşa təsir deyildi, amma dolayı yolla o kəpənə effekti deyirlər də, xırda bir şey böyük bir burulğana səbəb olmaq iqtidarındadır. Və belə bir bağlılığı da görüblər illər öncə bir şirkətin HR analitikləri deyiblər ki, mənim görəsən
işçilərimin engagement göstəricisi ilə, bağlılıq göstəricisi ilə maliyyə performansım arasında hər hansı bir əlaqə varmı? Adamlar aşırı eləyiblər ki, mənim hər 0,1%lik işçi bağlılıq əmsalındakı nəticəmin artmağı yekunda il ərzində hər filialda təqribən $100,000 bir əməliyyat inkamına gətirib, yəni belə gəlirinə $100,000 bir gəlirlə nəticələnir. Çox deyə bilərsiniz ki, nə əlaqə? Adamlar korrelyasiya tutublar. Keçən dəfə danışırdıq biz korrelyasiya reqressiyadan. Baxıblar ki, yox, bu nəsə bir əlaqə var bunların arasında. Və okey, analitik bu əlaqəni verəndən sonra artıq təklif verir ki, şirkətimizdə, məsəl üçün, öz şirkətlərimizdən götürsək, yoldaşlar, bizim engagement reytimizin 3% aşağı düşməsi şirkətimizə 2 milyon ziyan vurma ehtimalı ilə üzləşmişik. Ona görə də personalın engagementini, bağlılığını, sadiqliyini artırmaq üçün müəyyən tədbirlər görmək lazımdır. Tamam mı? Yenə hər hansı bir tədbirlər planı verərək birbaşa olmasa belə dolayı yolla şirkətimizin maliyyə nəticələrindən pozitiv bir təsir görmüş ola bilərik. Biz nədən danışırdıq? İstehsal tonajı ilə personal sayının reqressiyasından danışırdıqsa, indi artıq görün reqressiya nələrə gətirib çıxarır yoldaşlar. Yəni engagement rate ilə maliyyə gəlirliyi arasındakı bir əlaqəni tutmuş olublar. Bu arada tam olaraq ifadə edə bilirəm bu yanaşmamız nədir? Yəni hər hansı suallar yaranmır yoldaşlar. Nəyi demək istədiyim aydın olur. Okey. Bir şeydir də sanki beyin jimnastiği eləyirik ki, adamlar görün haralara gedib çıxıblar və biz niyə eləməyək ki bunu. Experian'da bir turnover var. Bu elə yuxarıdakı case'imizdən aşağı yuxarı eynidir. FMG Retailer, A/B Testing, Employee Training, Training is of first year. Okey, super. Xatırlayırsa biz bəhs eləmişdik iş buraxma nisbətindən və ya xəstəlik vərəqələrindən, demişdik xəstəlik bültenləri, bülten xəstələri belə bir amil demişdik. Yoldaşlar, Aeon deyə bir şirkət, indiki adı Uniper, daha doğrusu əvvəlki adı Uniper'dir. Aeon 43.000 üzəri bir personalın olduğu bir Almanya enerji şirkətidir. Daş kömür, neft və qazın hasilatı ilə məşğuldur. Aydın məsələdir ki, ağır sənaye obyektlərində müşahidə olunan bir halla üzləşirdi. Hansı halla üzləşirlər? Deyirlər ki, bizdə xəstəlikdə keçirilən günlərin sayı kifayət qədər çoxdur. Və oranın analitik komandası nə edir? 55 hipotez formalaşdırır. Hipotez nədir? Yoldaşlar, hipotez fərziyyədir. Tamam. Siz bir analiz edirsiniz. Deyirsiniz ki, mən bu nəticəni düzəltmək üçün hansı yollardan istifadə edə bilirəm? Bir taktikdir də. 55 dənə hipotez müəyyən edirlər. Deyirlər ki, 55 müxtəlif üsulla bunu düzəltmək imkanımız var. Sanki 55 dənə təklif verirlər, uzun sözün qısası. Bunlardan 21'in test edirlər, yəni. Deyirlər, yəni bu 21'in tətbiq eləyək. Məsələ, işçilərə 55 təklifdən birini deyək, işçilərə əlavə 3 gün məziyyət vermək və ya ay ərzində 5 saat icazə vaxtı vermək və s. və ilə axır. Bunların hamısı hipotezlərdir də. Bunların 21'ini test edirlər və 11'ində validasiya gətirib çıxarırlar. Deyirlər ki, 21 testdən 11'ində artıq nəticə almağa başlayırlar. Görürlər ki, personalın xəstəlik günlərində xəstəlikdə keçirdikləri günlərin sayında bir azalma müşahidə olunur. Və yaxud da daha artıq məzuniyyət verəndə personala bu onların absentizmə, yəni iş buraxmasına negativ təsir göstərir. Yəni o sayı azaldır. Absentizm həcmin azaldır. Niyə? Adam artıq məzuniyyət günü var, daha yaxşı istirahət edir, mod olaraq daha yaxşı bir hala gəlir və eyni formada Aeon bu 11 validasiya olunmuş təklifi, artıq belə sınaqdan keçmiş və özündə olmuş təklifi günü bu gündə, bu arada Sokarla Uniper'in
uzun müddətli bir əməkdaşlığı var. Bunlardan biri də o kadr təcrübəsi alış-verişidir. Və bunu belə böyük fəxrlə hələ də indi inşallah nəsib olsa aranızdan çoxarda işləyən var, aramızda işləyənlər olacaq və ondan sonra da işte Uniper'in təcrübə proqramına geçsəz, bax bu hal-hazırda gördüyümüz кейsi orada özləri çox belə böyük bir fəxrlə anlatacaqlar ki, biz şirkətimizdə absentizm reytini bir neçə dəfə azalda bildik. Bunun da səbəbi nə idi? Sadəcə ideyalar ürətdik. Yəni 55 dənə fərqli ideya, bunların 21-i daha məntiqli gəldi, bunları yoxladıq, 11-dən də nəticə almış olduq. Bax bu da analitikanın başqa bir tərəfidir, hansı ki rəqəmsal olaraq burada artıq rəqəm işləmir də. Rəqəm çıxartdığımız nə idi? Ancaq işin belə deyim deskriptiv tərəfində görürsüz ki, xəstəlik günlərində artım var. Bu sizə bir impuls verir ki, nə isə dəyişmək lazımdır. Amma nəyi? Bunu oturub onlarla təklif vermək lazımdır ki, bunların heç olmasa içində 5-i 6-sı işləsən. Və bu işləyənlər də sizə bu reyti idarə olan həcmdə saxlamağa kömək etmiş olsun yoldaşlar. Başqa nə maraqlı, gözə çarpan məsələ var? Bu da təhlükəsizliklə bağlıdır. Shell şirkətində, başqa bir enerji şirkətində olan bir nüansdır. Bunlar da bir korrelyasiya müəyyən ediblər ki, işçi bağlılığında, işçi sadiqliyində 1% bir artım bu əməyin mühafizəsinə dair pozuntuların həcmini 4%-ə qədər aşağı salır. Yəni bizim hər dəfə, əgər bir 10% artımımız varsa, işçi məmnunluğunda, işçi bağlılığında 10% bir artımımız varsa, bu o demək ki, bizim əmək mühafizəsinə dair qarşılaşdığımız situasiyalar təqribən 30-40% aşağı düşəcək. Bu da çox olağanüstü bir nəticə deməkdir. Bu da yenə bizim kimi analitiklərin ortaya çıxartdığı başqa bir reqressiya nümunəsidir, dəyərli yoldaşlar. Başqa nə var? Unilever neyini? Bu improve the design, implement of cost reduction and cross plan, substantially more effective leverage the strength of their business. Nisbətən daha maraqsın tapaq. Opening a new office space. So, okay, tamam, super. Yoldaşlar, gəlin indi hissə olaraq düşünək. Biz offer veririk. Bizim offerımızı adamlar hansı halda qəbul etməyə bilərlər? Bir iş təklif veririk. Tutaq ki, kimdən soruşaq? Nayda xanım. İstəyirsiniz? Bəli, eşidirəm. Okay. Nayda xanım, bir iş təklifi alırsınız. Tamam mı? Bu iş təklifinə hansı hallarda yox deyəcəksiniz? Hansı şərtlər sizə ödəməsə və ya da sizə uyğun olmasa? Maaş. Если я устраиваюсь, да? Maaş, Da. vəzifə uyğun olmaya bilər. Yox deyə bilərsiniz. Başqa? Bəli. İlk öncə də maaş, vəzifə, sonra mühit. Mühit обязательно. Mühit dediyiniz komanda falan. Bəli. Okey. Tamam, təşəkkürlər. Başqa yoldaş? Здоровая обстановка olmalıdır mənim üçün mütləq. Даже maaşdan ən birinci yerdə odur. Nə olmalı? Здоровая обстановка в команде. Başa düşdüm. Hı hı. Okey. Sağlam mühit, da. Aydındır. Amma prosto nəyi düşünürəm? Yəni offer'ı alanda bəzən bu mühiti müşahidə etmək imkanlarımız o qədər Razı bilinmir. Bəli. Doğru. Onu biraz yaşamaq lazım olursa. Hı hı. Da. Tutaq ki, Günel xanım, siz nəyə görə yox deyirsiniz bunlar xaricində? Bundan xarici olaraq müəllim, yerləşmə yeri önəmli ola bilər ki, Əla. gediş-gəlişə uyğun olaraq. Mənim üçün məsələn parkinq olması biraz mənim səhhətimdə özəl bir durum var. Parkinq olması mənim üçün önəmli ola bilər. Təbii ki, ona uyğun iş şəraitinin olması. Eyni zamanda təlim yanıqlı yerimdir mənim. Təlimin maraqlanardım.
sonra biri də var idi Tamam, ağlımda. əla. Əslində bunlar tam da belə deyək, getmək istədiyimiz yolda bir nümunə idi. Onlarla sahib ola bilər yoldaşlar. Aynen. İşlədiyim ən absurdlardan biri nədir? Adama hazırda aldığı maaşın 30%-dən daha artıq məbləğdə maaş təklif edirlər net üzərindən. Deyir ki, meal allowance varmı, yemək təminatı varmı? Deyirlər ki, yox, amma kifayət qədər çox restoran var da yaxında. Deyir ki, sorry, yəni. Mən gedib hər dəfə restoranda yemək falan gözləmək istəmirəm. Orada İsveç stolu olsun və mən gedim rahat-rahat yeməyimi götürüm. Ona görə yox deyib. Və ya işte Günən xanımın dediyi mən dəfələrlə eşitmişəm və biraz məndə də o takıntı var. İşte məsafə, ondan əlavə olaraq işte parkinginin rahat olması, çünki ona vaxt itirmək istəmirəm, ona enerji itirmək istəmirəm. Bunun paralelində də işte infrastruktur, getdiyim ofisin infrastrukturu və s. və axır bunlar çox önəmli xüsus daşıyır. Okay. Baxın. Mənə bir dənə təklif gəlmişdi. Можно сказать 3 dəfə daha çox maaşla. Mən oranın turnoverına görə отказ elədim. Потому что bilirsiniz necə idi? Əslində atmosfer o deyil nəsə. 4 aydan sonra çıxardırdılar. Götürdülər 3-4 aydan sonra çıxardırdılar. Mən razı olmadım. Biraz sentrist düşünərdiniz də Nayda xanım. Yəni 3-4 ay nə qopartdıq. İndi bazarda biraz elə yanaşmalar da var. O da var da. Çox sağ olun, maraqlı təcrübə keçirmisiniz. Və ya şeylər də var arkadaşlar. Yəni bir Veysaloğlu'nun bir şirkəti var idi. Digərlərinə nisbətən daha qrupun şirkətlərini, digər şirkətlərinə nisbətən daha yaxşı əmək haqqı verirdi. Bir əskiyi var idi, Məhəmmədidə yerləşirdi. Bir qədər uzaq yerləşirdi və buna görə də əslində onların maaşları bir qədər daha artıq olurdu. Çünki logistika şirkətidir və bizim mərkəz anbar oradaydı. Adamlar dedilər ki, biz kimə offer veririk, bizim üzümüzə baxan olmur. Burada bir anormallıq var, yəni nəyisə düzəltmək lazımdır. Ya ofisi biraz yaxına çəkmək lazımdır, ya da işte oradakı hər hansı bir talent pulu varsa oradan istifadə etmək lazımdır. Amma biraz belə şey çıxmasın, çobudluq çıxmasın. Amma Məhəmmədidə bizim istədiyimiz keyfiyyətdə, təcrübədə adam tapmaq o qədər də çox olmayacaq sayı baxımından. Ta ki, məsəl üçün nəinki Nərimanov, nəinki işte şəhərin daha mərkəzi yerlərində. Çünki təhsil səviyyəsi və iş imkanları və s. bu amillər çox rol oynayırlar. Arkadaşlar, CISO da eyni yolu keçib və baxır ki, mənə niyə çoxlu offerlarıma çoxlu yox cavabı gəlir və mən niyə bazardakı yaxşı kadrları uğurlaya bilmirəm sözün yaxşı mənasında və müəyyən edir ki, mənim bir ofisimin yerləşmə yeri, 2 ofisimin şəraiti işçiləri qane elənir və çox radikal bir qərar verir. Deyir ki, yeni bir ofis açmalıyam. Yeni ofis, yeni daha bir rahat lokasiyada və rəqiblərinin yaxınlığında, rəqiblər dediyimiz o bazardakı əsas belə deyim də ondan işçi uğurlama potensialı daha güclü olan şirkətlərin yaxınlığında bir yer açmış olur. Bunun əsasında nə olmuş olur? Baxın, bir analitik sadəcə işdən çıxış sorğularını analiz elədi və ya job offerların yox cavabı gələnlərin bir analiz elədi və dedi ki, yoldaşlar, bizim yeni ofisə ehtiyacımız var. Bu yeni bir ofisin açılması nə etmiş oldu? O bazardan artıq istədiyi kadrlara daha yaxşı cəlb edə bilirdi. Bunun paralelində də artıq bazardan böyük bir pay götürmə qabiliyyətinə malik idi. Yəni artıq maliyyə datları necə gedib çıxdı? Yəni mən daha yaxşı işçiləri cəlb elədiyim üçün bazarda daha yaxşı işçilər də cəlb eləmək imkanım olur və buna uyğun olaraq da məntiq etibarilə mənim yeni ofis açmağım mənim bazarda daha böyük pay sahibi olmağıma gətirib çıxaran amillərdən biri kimi çıxış eləmiş oldu. Burada da ilk impuls yenə HR analitiklərdən gəlmişdi yoldaşlar. Belə. Bunu HR Analytics Case Study yazıb siz də bir oxuya bilərsiniz. Bunun kimi dediyimiz kimi onlarla, yüzlərlə var internetdə. Sadəcə bir nümunə üçün bəzilərini göstərməyə çalışdım ki, bir vizyon olsun və baxın ki, bizim elədiyimiz təkcə işte bu estağfurullah
küçümsəmə anlamında deməyək, amma təkcə yalnızca turnover çıxartmaq olmalı deyil də. Biz o zaman artıq expert level analitik oluruq ki, biz artıq nələrinsə bağlantısını tuta bilirik. Nəsə bir anormallıq var deyirik burada və ya nəsə bir bağlantı var yəni. Onları etdiyimiz anda artıq hər şey daha fərqli işləməyə başlayır və biz artıq expert level analitik olmuş oluruq, dəyərli yoldaşlar. Belə, varmı sizin paylaşmaq istədiyiniz bir şeylər, rəyləriniz, təklifləriniz? Mən sizdən bir şey soruşa bilərəm və analitikin mənim maraqlıdır nəyə görə? Siz Təbii. keçən dəfə bir cümlə işlətdiniz ki, yaxşı işçidir, məndən gedir, burada qalırsa aşağı maaşı ya işindən razıdır, ya maaşdan razıdır, ya da yəni özünü özgüvən, yəni getsə də gedəcək bir yer yoxdur, belə deyək, ya savadsızdır, ya da savadsız olduğuna görə razılıq kimisindən. Elə bir şey demişəm. Kimsə qalır, yaxşı işçilər az maaşlı olanda gedir. Düzdürmü? Maaş Yaxşı. azdır, yetər Yuxarı qədər. performanslı işçilərin Bəli. axın istiqaməti daha axın belə faizi daha yuxarı olur, belə deyə bilərik. Bəli. İndi mən Hı -hı. sizdən nə soruşum? Məsəl üçün siz heç məsəl indiyə kimi analiz elədiyiniz şeydə işçi bağlılığını ölçürsüz, düzdürmü? Orada sizlə qalan işçilərin hansı şeydə olduqlarını, istər bilik cəhətdən, istər performans, onu soram. Bir incələmə gedirmi ki, məndə qalanlar kimlərdir, məndə qalanlar? 100%. Baxın, burada McKinsey-nin ABC modeli deyə bir model var. McKinsey nə deyir? Deyir ki, personalın 10-15% high performer olmalıdır. Okay mi? Bir təqribən bu qədəri də 10-15% də yəni bu A qrupudur. Olmalıdır C qrupu. Bu C qrupu da zəiflərdir. Yəni performans baxımından zəiflərdir və ya işte təhsil təcrübəsi uyuşmayan yoldaşlardır. 70% auditoriya B kateqoriyasıdır. Yəni bunlar ortalama işçilərdir. Yəni bazarın bir çoxu kimi də, çox belə ekstravagant bir şey yoxdur da, işığı yoxdur. Normal, yəni standart işini görür, maaşını haqq edir və evinə gedir. Bu kateqoriyalı işçilərdir. Bizə maraqlı olan nə olmalıdır desəz, bizə maraqlı olan C kateqoriyalı işçilərin turnoverını artırmaq olmalıdır. A kateqoriyalı işçilərin bağlılığını artırmaq olmalıdır. B kateqoriyalı işçilərin performansını artırmaq olmalıdır. Tamam mı? Ona görə də rəqəmlərə sadəcə bunun bu arada təcrübəmizdə olub, yəni bir komandamızda çox yaxşı bir analitik var, ondan dəfələrlə arada yadımıza salırıq, düşünürük ki, yəni rəqəmi elə versəydik, görəsən nə nəticə verərdi də. Rəqəmi gətirib, deyir ki, İsmixan, işte baş ofis üzrə keçən il 7% turnover olub, bu il 3% olub. Nəticələr əladır, deyirəm ki, yox. Əla olduğuna hələ qərar verə bilmərik. Baxaq görək bu 3%-in içində kimlər var. Bunu məncə bir dəfə anlatmışdım sizə. Və baxırıq ki, 7%-də olanlar, o 7%-dəki böyük əksəriyyət işte C və ya B kateqoriyası olan işçilər idi. Yəni onların çıxması şirkət üçün çox böyük əhəmiyyət kəsb eləmirdi. Əksinə maraqlı idi ki, C kateqoriyalı işçilər çıxsın. Turnoverında adətən bu işçilər olsun. O qan dəyişimi dediyimiz kütlə o kütlədir. Yəni bizim üçün çox faydalı olmayanları göndəririk, daha faydalı olanları gətirməyə çalışırıq. Amma 3%lik turnover olduğu ildə bunların böyük əksəriyyəti A kateqoriyalı işçilər idi. Gənc mütəxəssislər, yüksək ixtisaslı kadrlar, xarici təqaüdçülər və s. və ilaxır. Yəni kimin neçə faiz turnoverdan və kimlərin nə qədər adamın çıxmasından daha önəmli bir şey varsa, Günel xanım, zaten sorğuladığımız budur. Kimlər çıxır? Və xərcə də avtomatik olaraq bəlkə də 3%-in verdiyi xərc daha çoxdur, nəinki 7%-in. %100. Bir də tam belə şeyin düşünək də, şirkətin çəkdiyi xərcə baxın. Sokarda bir xarici təqaüd proqramı deyə bir proqram var. Yəni Sokar əməkdaşlarının xaricdə oxumasına maliyyələşdirir şirkət. Kiməsə atıram işte ortalama məbləğ deyək, 50-60 min manatlıq göndərdi UK-yə magistr təhsil aldı. Bu yoldaş gəldi, layallıq dönəmində işte 3 il, 5 il işlədi, sonra çıxdı, getdi. Tamam mı? Zaten 3-5 ildə ola bilsin şirkət ona o layallığı müqabilində yəni müəyyən bir dəyər qata bildi şirkətə. Amma axı mən bu adama investisiya qoymuşam. Mən bu adamı yetişdirmişəm, bunun bazarın ən yaxşılarından eləmişəm. İndi məni tərk edir, gedir. Yəni bu daha ağırdır. Nəinki, tutaq ki, 2 il qabaq işə girmişdi, hədəfə çatdı, bir dəfə hədəfə çatmadı, bir dəfə də hədəfə çatdı nəticəsi alıb. Çox belə özünün inkişafına fikir verən bir yoldaş deyil.
və işdən çıxdı, getdi. Tamam, yaxşı yol, sıxıntı yoxdur. Okeymi? Yəni yanaşma da bu istiqamətdə olmalıdır. Şirkət turnover sıfır etməyə çalışmamalıdır. Bizim həmişə işdən çıxmağa layiq olan əməkdaşlarımız var. Bunu göz önündə bulundurmalıyıq. Bir də işdən çıxmağın bizim üçün baş ağrı olacaq əməkdaşlar var. Bax, bizim saxlamaq istədiyimiz auditoriya onlardır. Bu məsəl üçün o deyirsiniz, biz maddi təmin edirsiniz, oxuyur, gəlir. Onları saxlamaq üçün nə etməlisiniz? Yəni təbii ki, orada gəlib təhsil alandan sonra avtomatikdən ona işdən çıxıb iş tapmağa daha rahatdır. Yes, daha Onun recruitable üçün olur. artıq siz başlayacaqsınız ona dəyərləndirməyə, düzdürmü? Level atmalıdır, maaş atlamalıdır. Daha Yenə də müstəsna imtiyazları olur. Daha müstəsna imtiyazları olur o yoldaşların. Niyə? Çünki şirkət onları saxlamaqda daha maraqlı olduğunu göstərir. X bir işçi var, dediyimiz kimi də az öncə bəhs elədiyimiz işdən çıxmasının bizim üçün çox əhəmiyyəti yoxdur. O gəlib deyir ki, məsələn, indi yenə Sokar timsalından geçsək, deyir ki, işte mən ev növbəsinizə yaza bilərəm. Deyirsən ki, gələk 5 ilin tamam olsun, ondan sonra da gözlər, tutaq ki, hal-hazırda 2007-2008-də ev növbəsinə duranlar evlərini alırlar da. Amma xarici təqaüd proqramının məzunu bitirib gələndən sonra 2-3 il ərzində növbədənkənar evlə təminat ola bilir. Okeymi? Yəni daha müstəsna imtiyazlar verir onlara. Onları mutlu eləmək üçün daha çox efor qoyur. Yaxşı, məni mutlu eləməmişdən əvvəl öncə orada oxudu, gəldi, okey, diplomu aldın. Mən 1 il, 2 il ən azından bunu izləməliyəm axı ki, bu öyrəndikləri ilə mənə dəyər qatırmı? Yəni qatmırsa heç onu saxlamanda o qədər, yəni hər oxuyub gələn mənim gözləndiyim, bəklentimi qarşılayacaq deyə bir şey də yoxdur. Tamam. Elə bir şey də yoxdur, yəni. Okey. Bu risk həmişə var Günel xanım. Yəni bizim qoyduğumuz investisiyanın %100 özünü doğrultması demək olar ki, elə bir biznes sahəsi yoxdur ki, biz həmişə qoyaq və həmişə udaq da. Bu bir riskdir. Mən 10 nəfəri göndərərəm, bunların 8-i mənə xeyir verə bilər. Amma belə deyim, bir komandanın futbol komandası üzərindən desək də, belə indi bizdə Azərbaycanın xanımlarına çox futbola marağı olmur, nümunə nə qədər yerində oturar bilmirəm. Bir komandanın maddi olaraq sıxıntılı dönəmlərində deyirlər ki, bizim eləyəcəyimiz ən yaxşı transfer daha yaxşı məşqçi gətirməkdir oyunçu yerinə. Yəni bu məşqçinin də məntiqi nə olur? Komandanın performansını artırmaqdır da, bunun nəticəsində uğur əldə etməkdir. Yəni bu yoldaşları da bir məşqçi, yaxşı məşqçi 11 nəfəri yetişdirir, amma bir yaxşı futbolçu ancaq öz yerinə. Super. Yəni bu halda da o yoldaşı rotasiya eləməklə onun məşq olduğu yeri tapmağa çalışırlar. Tamam mı? Ki bu harda daha çox effekt verə bilər, harda daha çox işimizə yaraya bilər və özünün işinə yaraya bilər. İnsanlara sadəcə belə deyim də səpkisinə baxmırıq. Sırf Sokar timsalından geçsək, təkcə Sokarda yoxdur bu. Bir çox şirkətlərimizdə, yəni bir çox deməyim 3-4 şirkətdə var bu təhsilin stimullaşdırılması. Amma bu adamı hər halükarda ziyan vurmadığı təqdirdə yenə də əldən buraxmağa o qədər hissə baxmır. Niyə? Çünki onun üçün bir əziyyət çəkib yəni. Bəli. Tamam, onun üçün bir maddi bir şey olub, yəni kapital qoyuluşu olub, yəni onu hardasa qazanmaqdan başqa bir çarəsi yoxdur. Bir də biz EMPC-də məsələn nə edirik? 8-9-10-dan çıxırıq aşağı 5-6-nı. Onun nəticəsinə uyğun deyirik ki, hə bizim tövsiyə balımız nə qədərdir. Amma məncə 7 ilə 8-i araşdırmaq daha da məntiqli deyilmi ki, bu 7-8 verirsə qalıb ortalıq yerdə də nə tövsiyə eləmir, nə tövsiyə eləmir. Bunun problemi bunun üçün də, yəni o kütləni bilmək üçün açıq bir oylama və yaxud da ki, gizli adı ilə açıq şəkildə ki, yəni həmin kütləni bəlli eləyəsən və araşdırasan ki, nədir bunlarda problem, nədən narazıdır ki, həm getməyə istəyir, həm qalmaq istəyir. Bu ortalıq bir şeydir. Başa düşdüm. Günel xanım, bu zaman bizim düşdüyümüz o şeylərə torlardan biridir. Birincisi, yəni gəlin razılaşaq ki, sorğular nə qədər anonim olsa, o qədər daha real nəticələr almış oluruq. Və işçilər kimlər ki, daha aşağı kommentlər veriblər, daha aşağı qiymətlənməyiblər, onlara xüsusi bir yanaşmamız olduğu təqdirdə zaten bunun fərqinə varacaqlar ki, deməli bu şey deyilmiş və məxfi deyilmiş, yəni açıq imiş. Bunun paralelində bizim özəlilə işçi bağlılığı, işdən məmnuniyyət və yaxud da tövsiyə məsələsinə yuxarıda olmağımızı tənzimləyən nüanslardan biri bilirsiniz nədir? Biz ancaq bir auditoriya oynamayaq, yəni. Biz hamı üçün onu eləyək.
Tamam mı? Hamının məmnun olmasına gətirib çıxaraq. Yəni fərz eləyin kimsə sizə deyir ki, mən buradan məmnun deyiləm. Yəni onun işdən çıxarılmasından şey eləməli deyilik, can atmalı deyilik. Və yaxud da kimisə performansı aşağıda, qoy bu məndən məmnun olmasın havasını yaratmaq zorunda deyiləm. Yəni onu işdən çıxmaq zorunda buraxmaq şeyində deyiləm. Mən siyasətimi HR olaraq bütün kollektivim üçün eləyirəm. Siyasətimin keyfiyyətli olmasına da ümumi göstəricimin artması ilə əsaslandırıram. Tamam mı? Bilmem ifadə edə bildim. Bəli, anladım. Yəni sırf o adamlara işləsəm, o zaman siz nə olacaq Günel xanım? Axı mənə 9-10 bal verənlər də garanti deyil. Onlar da aşağı verə bilərlər də, düzdür? Çünki onlara xüsusi bir şey eləmədim yəni. Ya da aşağı verənlər. Yəni mənim üçün daha maraqlı olar o aşağı verənləri ortalara qaldırmaq. Heç olmasa pasiv eləmək, yəni nəinki tövsiyə eləmirəm, yəni şikayət edirəm. Yəni siyasət, prinsip, proses bütün auditoriya olur. Ancaq bir kəsin. Amma öncədən o siyasətin tətbiq olunduğu bir müəssisə yaratmaq lazımdır. Düzdür müəllim ki, ondan sonra sən artıq nə qədər real data çıxarda bilərsən. Yəni reallıq olaraq Azərbaycanda o, yəni ümumi belə sizin dediyiniz baxış açısı tək-tük şirkətlərdə var. Onu real olaraq bilirik. Razıyam. Ona görə deyirəm ki, biraz bu mədəniyyətlə bağlı bir şeydir. Yəni mədəniyyətin şirkət daxili o korporativ mədəniyyət yaranandan sonra yəni hər şeyi tətbiq etmək bir HR olaraq daha rahat olur. Bir dənə fraza var. Deyir ki, culture eats strategy for breakfast. Deyir, mədəniyyət strategiyanı səhər yeməyində yeyir. Yəni bizim duraq gündə bir proqram yaradaq, gündə bir metodika, prinsip, siyasət yazaq, amma şirkətin mədəniyyəti buna uyğun deyilsə, bizim strategiyamızın heç bir əhəmiyyəti olmayacaq. Ona görə razıyam ki, bu mədəniyyəti birinci formalaşdırıb, sonra nələrsə eləmək lazım. Mən məsələn şeylə razı deyiləm ki, rəhbər şəxslər işçilərlə yəni elə bir kontakt olmalıdır ki, işçilər rahatçılıqla fikirlərini ifadə edə bilsinlər və yaxud da narazılıqlarını bildirə bilsinlər. Və yaxud da biri gedib, məsəl üçün Gülay getdi Güneldən şikayət edəndə, momentan Güneli cəzalandırmaq lazımdır. Bir Günel də dinlə, cəzalandır, okey, cəzalandırmaq istəsən də bir dinlə. Məsələn, mən yeni bir iş şəraitinə düşmək istəsəm, mənim üçün rəhbərin münasibəti maraqlı olar. Məsələn, bizdə elə momentlər olur ki, baxıram ki, işçi haqlıdır və dayana bilməyib deyirəm də, əslində belə bir dırnaqçı bir şey var ki, kadr işə götürənə işləməlidir. Yəni, işə götürənin, timsalını əsas sim tutmalıdır da ki, yəni işçiləri çox da belə qaldırmadan, ümumi belə sülh yolu ilə həll eləməlidir problemləri, çox yenə narazıçılıq çıxmadan. Yəni, yox, yəni o da bir yanlış algıdır, ancaq işə götürən mövqeyindən çıxış eləmək. Çünki yekunda biz özümüzə insan resursları mütəxəssisi deyiriksə, mütəxəssis olduğumuz resurslar insanlardır. Yəni. Düzdür. Bunun fonunda da işte düz ola bilsin sizin karyeranızda daha çox bu hallarla üzləşmişsiniz, belə daha hakimsiniz, amma rəhbər bir komandada kritik rol oynayır. Çünki bir fraza da var, işçilər iş yerini yox, rəhbərlərini tərk edirlər. Real başqa bir nümunə. Məsələn, nəyə şeyləm yadınızda bir də o 361-in siz tanıtımında webinara mən qoşulmuşdum. Düzdür, biraz belə qaça-qaç vəziyyətdə idi, amma qulaq asırdım. Orada bir dənə Coşqun müəllim idi, səhv eləmirəmsə birinci başlayanda. O ki, iş elanları ilə bağlı səriştəliyin düzgün təyin olunması. Mən məsələn, bizim bir əməkdaş, bizdə belə bir algı vardır, real olaraq deyək ki, SOCAR-a işə girmək bir şeydir. Plus da SOCAR bütün iş elanlarını ingilis dilində verir, full. Yəni, mənim qabağıma çıxan, mənim adətən SOCAR-da, LinkedIn-də falan ingilis dilində tələblərini o yöndə verirlər. Və İngiliz SOCAR-a gedirsənsə, sənin super İngiliz dili bilin olmalıdır, super belə bir şeylər algı var. Hər sahədə gəc olmur, düzdür. İndi bu dəqiqə SOCAR-a işə qəbuldan danışacaq son adam mənəm, çünki sabah SOCAR-da son iş günümdür. Xeyir olsun müəllim, haransa. Çox sağ olun. Amma ki, şeydir, amma ki, azad əskiz tərəflərə daha yaxın gəlirəm. Deməli,
nə deyəcəyim? Yəni SOCAR mənə görə bu ölkədəki ən yaxşı işə götürənlərdən biridir. İşçilərə yaratdığı şərait, benefitlər və sair baxımından hak elədiyinin daha artığını verən bir şirkətdir və işə qəbulla mürəkkəbdirmi? Yox, sadəcə bir payrolllar var, yəni bir biznes modeli var, bir belə deyim də, bir müqəvva falan olur, yəni mən Bəli. bunu düşünürəm. Mənim ağlımdakı şey budur da. Ona tam məşq olan işçi tapmayınca işə götürmür sadəcə, məsələ odur. İndi bu nəyə görə dedim müəllim? Bizdə məsəl üçün mənim bir iş yoldaşım SOCAR-a keçib, təzəcə bir 2-3 ay hələ yoxdur. Düzə sizin SOCAR-da bir GSC-vizdə nəzdinizdə olan bir GSC-yə işə düzəlib kadr olaraq. Xanımın ingilis dili super idimi? Yox, yəni belə normal. Yəni rus dili də həmçinin, amma kadr biliyi var idimi? Bəli, gözəl kadr biliyi var idi və kadrovik olaraq getdi. Elə bir zərurət yoxdur Günel xanım. Yəni hansı vəzifələrdə ki, məsəl üçün təlim və inkişaf sahəsində və ya təşkilat inkişaf sahəsində istəyə bilərlər. Niyə? Çünki daha çox vendorlarla, qlobal şirkətlərlə və sair işləyirlər də. Amma kadr sahəsində işləyən bir yoldaşın ingilis dili biliyi ona nə qatacaq ki? Əmas Azərbaycan. O mənim maraqlı idi ki, onu Siz verən çox SOCAR-da sırf Azərbaycan dilinin hakim olduğu vəzifələrdə və bu mənə görə əksər vəzifələri belədir. Burada ingilis dilində şey görə bilməzsən. Amma HR-ın o spesifik daha müasir sahələri ki var, orada bəzən gərəkli olur. Özəlliklə dediyim kimi təlim və təşkilat inkişaf sahəsində ingilis dilli verirlər ki, bu backgroundu daha güclü olan yoldaşlar gəlsin. Çünki beynəlxalq vendorlarla işləyirlər, yəni. Burada artıq məcburdular, yəni o dil biliyinə. Amma dediyimiz kimi kadrlar sahəsi və yaxud da işə qəbul sahəsi və s. və axır burada çox görməyəcəksiniz. Belə. Azədə xanımı da təbrik eləyək, o da iş yerini dəyişib. Sağ olun, təşəkkür edirəm. Analitik olaraq getdiniz. Bəli. Siz hara gedirsiniz? Siz hansı holdinqə tabisiz? Bildim. Təbrik edirəm, xeyirli olsun. Sağ olun, görüşmək ümidi ilə. İnşallah. Mailləşmə ümidi ilə. İnşallah. Tamamdır yoldaşlar, suallarınız varsa buyurun, yoxsa inşallah növbəti dəfəyə, artıq növbəti görüşümüzə inşallah full bir təkrarla gəlin. Biz sonuncu quizimizi işləyək, ondan sonra da bir final tapşırığı mən sizə izah edeyim, ondan sonra da sadəcə bir final tapşırığa baxmaq şeyiniz qalsın. Başqa da bir-birimizə ötürəcəyimiz proqram daxilində bir şey qalmadı, amma kontaktları bilirsiniz, suallara hər zaman açığam və cavablandırmaqda məmnunam. Belə. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik Allah amanında. Sağ olun mənim. Sağ olun. Sağ olun. Çox sağ olun.